Cəhənnəmin neçə qapısı var? 7-8. 7, Cənnət neçə mərtəbədən ibarətdir? 7-8. 8, Quranda neçə surə var? 114. Müsəlman sözünün kəlmə mənası nədir? Təslim olan mən bilirəm. Bəli. Nəyə təslim olan? Yəqin ki, haqqa, İslam dininə. Mömin kəlmə mənası. İman edən, Müşrik. şirk edən, şirk sahibi. Quranda peyğəmbərimizə necə xitab edilməz? Ey Həbibim, ey Rəsul, qulumuz, ey Nəbi. Yəqin ki, ey Həbibdir. Peyğəmbərimiz özünü necə tanıdırdı? Müjdələyici, kainatın əfəndisi, Allahın sevgilisi, şəriət qoruyucusu. Müjdələyici. Allah Quranda ağıl haqqında bunlardan hansını demişdir? Çox dərinə getməyin. Ağlını istifadə eləməyən pislik içində qalacaq. Əlbəttə ki, bunu deyib. Hansını? Ağlını istifadə Tamam, edən pislik içində qalır. Nuhun hansı yaxını tufanda selə qapıldı? Nuh peyğəmbərin öz oğlu.